deyirəm, nə olur? Canıva azlar olur. Cəmaatın bağçasını döndərmişsiniz kazinoya. Deyirsən nə olur? Əmi qızı, mən də deyirəm nə olur? Gəlir deyil. Bura gəl, bura gəl. Neçə yaşın var sən? 48. 48 dəfə boynunu yerə soxun çıxartmıyor. 48 yaşın var, hələ adın bağça siyasında gedir. Gedəndə nə olur? Ay bay alıram bu produktları bunların qarınlarına tökürəm. Doymaq bilmir ki, bilmir də. Allah sizi doydursun. Əmi qızı, mən vaxt tək yiyirəm bəyəm. Hardan? Hardan? Kaş tək yerdiniz. Sayıram, parmağını qutaracaq tutun. Anası burada yiyir. Dədəsi burada yiyir. Qardaşı burada yiyir. Baldızları burada yiyir. Bunları qoyuram qırağa, indi əsli kökü qoyuram qırağa. İtin də burada yiyir, ay bəli. Yox, ay bəxtəvər. Mən dədəmi buradan indizdirim, itim ac qalsın. Düzdür, sən ay bibi qızı. Mırzağı sən itin də burada yiyir də. Ay piti bardağı. Ay şipankər. Ona bax. Az. Sən onsuz da anadan olan gündən mən baba bu uluğuma var ha. Propiskasan, nə yuxarı qalxırsan, nə aşağı düşürsən. Minnətə bax, özün gətirmirsən də. Sən yəyənləri bu yazıq yesəydi, bunu indi burada tank gəzdirirdi. Bibi qızı mənə bax, mıs deyincə bir kərəmlik Mustafa deyilən. Sil mənim adım o siyahıdan, sabahdan bağçaya gəlmə. Elə oldu. Elə oldu. Bilirsən nə var? Bax, şimdi mən də sabahdan gəlmirəm. Gedib başqa salonlarda işləyəcəm. Belə oldu deməli. Belə oldu. Mənim üstümə yoxlama gələndə, deməli məni qoyub gedirsiniz, Burnunuzdan gələcək o piçenilər, treniklər, mişoy vermişlər burnunuzdan gələrəcək. Az bura bax, nə vermişik tutturmuşsa, neyi vermişik? Elə vermişik, yeməkdən vermişlər, dönmüşük da. Ay anam bacım, sən onsuz da anadan olan gündən sərçə öldürən raqatqı yoxşayırsan. Buna bax, gözünə yoxşuyur. Belə piçmasın, mən bunu nəyinə kökəldim. Elə buna bax. Mırzağa. Can Mırzağa. Canvazlara buna bax da. Az kişinin buğu oradan, əmi qızı. Görüm səni kişilər siyasına çıxmayasan. Mən bunlara demişəm ki, bağça uşaqsız, endən min qısalmayın. Məni işitmirlər də, sən deyən lazımdır ki, ay bəxtəvər, sən nəyinə lazımdır bir qəbirstanlıq adamı yığmışsan bu? Buna bax. Sənin anan mənim xalam dağıt deyil bu bağçanı. Az, mən anadan yetim idim, kaş elə xaladan da yetim olaydım. Az, sudan dupdur, müqəddəs, mənim ən saf anam. Sənə neyini baxır? Az bundan artıq nə varsın da? Az bir dənə dərdi qalıb aparıb satmadı. Bağçanın bütün oyuncaqlarını aparıb satıb. Sən Allah yaxşı qutar da. Mən bilmirəm. Gedin mənə uşaq tapın gətirin. Dayı gücü. Mış deyincə sözün Mustafa'sın da. Əmi demişəm az danışsa, sonra bugün düşün qalıq belə. Bax orada. Papşat o, sən kişisin. Neysə, təhqirə keçmirəm. Sən düşün. Bığ da yaraşmayan yerdə dur. Dişlərinin protezini buna görə. Nə deyir az bu? Deyir dişlərin protezini buna görə şırıldayıram. Bağça uşağını. Nə olsun? Az bağça uşağının dişləri protezdən olar. Olar. Ay Allah, deyirəm də yandıracaqlar, bunlar məni spişkasız nöyütsüz, ay Allah. Az mən bilmirəm, gedin mən uşağı tapın gətirin. Biz sən uşağı hardan tapıb gətirək? Deyə paltomun cibinə 3-4 gözlü ki. Ne gedirsən az? Az elə demək istəmədim. Demək istəyirəm ki, biz sən uşağı tapıb gətirdik. Biz sənə o uşaqlara rəqsi, şeiri, mahnını necə öyrədək? Az onu da mən deyim. Az gelin tapın da mən yağlandıracağım da sizi yenə burada. Gelin tapın. Mənə baxın gör. Bu gələn yoxlamanı bir təhər biz yola salanmarıq mı? Yo, mümkün deyil. Az qulaq asdan, nə dur? Yola salanmarıq. Yox, bu opsilərə oxşamır. Gərək gəlsin burada görsün, həm Rus sektoru var, həm Azərbaycan. Mən bilmirəm, gedin, uşağı tapın, gətirin. Ay aman, ay bibi qızı, narahat olmasan, mən tapdım bir yol. Gəlin, gedək. Asumlanın. Bura gel. Nə olub? Az. Get soskadan zaddan tap ver, basa, bu ərinin ağzına danışmasın komissiyanın yanında. Dayı gücü. Hamı
şey ne meşhoşka? Yer gedə. Sən Allah yaxşı. Halvanı yeməyə sənin. Məndən piçin istəyir. Mənə də əntiqə deyərlər. Bundan da quru çıxaram inşallah. Eşinəlməz. Bu niyə şalvara 32 raz verdi? Salam Əntiqə xanım. Salam. Əntiqə mənəm, amma xanım bilmədim kimdir. Əntiqə xanım. Hə, əntiqə, hə. Dayan. Ay. Tovu odur. Qərifsi daqqı odur. Bir dənə fırlan. Nətər? Fırlan. Siz oradansınız. O kimdir Əntiqə xanım? Yuxarı orada. Hə, bəli. Vay qadanam, xoş gəlibsən, axır gəlişin. Nətər? Heç nə deyirəm, xoş gəlsən, Xoş sabah gəldin, xoş gəldin. Deyirəm Əntiqə xanım, axır ki gəlib çıxdıq sizin bu tərifli bağçaoza. Axır gəlişin olsun. Əntiqə xanım, bayaqdan bağçanı gəzə-gəzə gəlirəm, o gül balalar gözümə dəyir. Hanı gül balalar? Allah kasıbçılığın üzünü qara eləsin. Gülbala indi metronun qabağında qadın qapıda. Əntiqə xanım, gül bala kimdir? Mən gül bala deyəndə, gül balaları nəzərdə tuturdu. Hə, Gülbala. Həmin dilə bilirəm, daim oğlu Gülbala. Ya. Tanış Allah. Çimizdirmişəm, yatırlar. Əntiqə xanım, sonları düz 2 saat tez yatızdırmısınız. 2 saat. 2 saat. Birincisi gözümə soxmayın, ikincisi də orada bu tərəf. Allahıma and olsun deyirəm, tez yatsıdırmışam. Allah bax, qoymuşam indi kinoya baxdılar, səhərəcən yatdılar. Çağırın Əntiqə xanım, mən o uşaqları görməliyəm. Əla! Nə əla? Qutab. Nə qutabı? Göy qutabı. Çox sağ olun Əntiqə xanım. Toxa. Yox, göy qutabı, göy. Əntiqə xanım, mənim göyə qarşı allergiyam var. Yeyə bilmərəm. Çox sağ olun. Allah elə bilir şeyə kareta başa sallar. Nətər? Başa düşmürsən? Deyirəm ki, göy qutabı var, kırmızısı da var, içində suma. Əntiqə xanım, deyirəm ki, göyə qarşı allergiyam var. Yeyə bilmərəm. Siz uşaqları çağırın, mən onları görməliyəm. Allah fırladanmıram uşaq. Çağırın uşaqları. Hardadılar uşaqlar? Orada. Burada. Yo, burada. Burada. Yo, burada. Mənlə oyun oynuyorsunuz. Yo, estağfurullah. Uşaqları çağırın Əntiqə xanım. Ay uşaq. Ay uşaqlar. Ay balalar. Ay balalar. Va gəlmirlər, görsən. Möhkəm çağırın gəlin. Çağırın. Ay Məsih. Ay Məsih. Ay Pəsi, gəlin, daha fırladanmıram. Ay Pəsi. Gəlin. Gəlin dayı sizi görsün. Gül balaları əla. Əntiqə xanım, siz bir dənə bu tərəfə çəkilin. Yo. Birinci gəlin. Gəlin. Gəlin öpün dayını. Tut görüm ha. Mursava. Gəl sən. Bu da laf təzə ayağı açıldı, maşallah. Verəmə, qurban olum, verəmə. Yaxşısınız. Mursava. Bunlar dəqiq uşaqdılar. Ay havla da bunu saxlayayım. Mənim elə bir ilan oradadır, yüzümdən öpdünüzə. Yaxşısınız. Böyle. Əntiqə xanım, Hə. harada qalmışdıq? Əla. Əlada görürsünüz, çəkilin. Gedin o tərəfə. Salam uşaqlar. Selam. Nətərsiz? Yaxşı. Allah razı olsun. Əntiqə xanım, siz gedin o tərəfə də. Nəsə çəkilir mənə. Gedin. Uşaqlar, deyin görək daydayımız üçün şeir, mahnı, rəqs hazıramsınız mı? Bəli.
qaqacan deyirəm, bir dənə zvoy meyxana var deyəcəm. Mirzağa. Uşaqlar, sizin ötədə. Deyin görək sizə bu şeiri, mahnını, rəqsi kimə elədi? Əntiqə müəllimə. Antoşka mallıma. Bu nə milliyyətidir? Bu millətsiz yetimdir. Milliyyəti bəlli deyil bunun. Eybi, Hə, eybi. bizdə bellər çox da antiqi Antoşka deyirlər. Olsun, eybi. Əntiqə xanım, onda başlayın. Nə? Necə yəni nə? Uşaqlar daydayları üçün şeir, mahnı, rəqs hazırlamayıblar. Hazırlayıblar. Hanı? Приводите, пожалуйста. Onda imkan ver ağzımı açım. Переводите, пожалуйста. Bu nədir Əntiqə xanım? Bu Rus bölməsi. Eybi yox. Başlayın görə Əntiqə xanım. Hə, Nə başlayın? şeir bunlarda, bir də ingilisdə. Həlim müəllim, ingiliscədə şeir də var. Öl boynunu yerə soxum, elə bilmir ki, ingilisdə də şeir. Nətər? Heç nə, keç otur. Başlayın Əntiqə xanım. Çıxış eləyir. Çin. Çağırıram da otur. Otur. Çıxış eləyir. Mırzağa Əzizoğlu, burada. O birisilərdə züy tutacaq. Hazırsınız? Bien. Ay canalan canlı bizim bahçamız, hem de asobindi bizim bahçamız. Ay canalan canlı bizim bahçamız, hem de adırmanlı bizim bahçamız. Sübüh tezən bahçalara qaçmışsan, uşaq kimi yüz xəyala dalmışsan. Ah, Mırzağanı bu vəziyyətə salmışsan, Mırzağanı bu vəziyyətə salmışsan. Gəlir yoxlama, gedirəm bahçaya, olay Mırzağa gedirəm bahçaya. Gel yoklama, gelirəm bahçaya. Olay Mirzağa gelirəm bahçaya. Əla. Sizin bu gül balaları əla Əntiqə xanım. Hə, davam edin. Dayanmamışım ki. Hə, nə gəlir indi? Nə gəlir indi? Hə, nə? Rus bölməsi. Nə? Rus sektor. Nə? Adı Rus sektor. Əntiqə xanım başa düşdüğümdə deyirəm nə? Hə. Hə. Çal oynasın əjdərə. Kim oynasın? Den Rajdeniya. Rus bölməsindən. Başlayın. Məsih, elə pəsi, Məsnəzadələr. Burada. Я играю на гармошке у прохожих. Я иду. Arada tuturum da. Я играю на гармошке у прохожих. Я иду. Əla. Onda davam edin. Nə qaldı? Nə? Ay Allah, isti gəlir. Nə? Azərbaycan xalq rəqsi. Nə? Hop və stop. Nə stop? Hop, stop. Dayan. Çıxış eləyir. Kim? Şəmişoğlu bacıları. Gəlsinlər. Burada. Qədəmin qulaqdır ama. Az
Necə idi dostlar? Rafael bəy, bəyəndiniz? Coşqun bəy, siz də necə oynadıq? Əziz tələbələr, dəyərli tədbir iştirakçıları. Xatırladım ki, bugün Azərbaycanda Milli Teatr Günü kimi qeyd olunur. Belə ki, 1873-cü il martın 10-unda görkəmli Azərbaycan dramaturqu, böyük ədibimiz Mirzə Fətəli Axundovun yazdığı Sərgüzəşti Vəziri Xani Lənkəran komediyasının nümayişi ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Təbii ki, bu 152 il ərzində teatrımız böyük inkişaf yolu keçib. Ölkəmizdə neçə ustad aktyorlar yetişib. Biz də gənc və həvəskar aktyorlar olaraq milli teatrımızın yaradılması il dönümü günündə sizin könlünüzü nümayiş etdirdiyimiz tamaşalarla şad etməyi qarşımıza məqsəd qoymuşuq. Bu tamaşalardan birincisi Şöhrət ordenli xalq artisti Afaq Bəşir qızının müəllifi olduğu Bağça tamaşası idi ki, artıq onu izlədik. İndi isə universitetimizin istedadlı tələbəsi Əlican Əliyevin ifasında iki gözəl mahnını dinləməyə dəvət edirəm. Onun ardınca Axundovun Eynadlı komediyasının motivləri əsasında hazırladığımız Monsieur Jordan və Dərviş Məstəli Şaha baxacağıq. Telli, bu telli durna, sanma ki ara, uçmaz bir daha. Sancılmış kanadı, öten buluda, geçmişteki mən, o salır yada. Bir çıkma dolaşır yollara, o dağlara, dağlara, o qarlı obaya. Her şey keçip gider zamanla, biz büyüdük ve kirlendi dünya. Telli telli telli, bu telli durna, sanma ki ara, uçmaz bir daha. Sancılmış kanadı, öten buluda, döner gelir bir gün, konar yurduna. Telli telli, bu telli durna, neyin var dünyada, göylerden başka. Ne kalar sabaha, bizden sonraya, her şey uçup gitti kanatlarında. Bir çıkma dolaşır yollara, o dağlara, dağlara, o karlı obaya. Her şey geçip gider zamanla, biz büyüdük ve kirlendi dünya. Telli telli telli, bu telli durna, neyin var dünyada, göylerden başka. Ne kalar sabaha, bizden sonraya, her şey uçup gitti kanatlarında. Telli telli telli, bu telli durna, sanma ki ara, uçmaz bir daha. Sancılmış kanadı, öten buluda,
döner gelir bir gün konar yurduna. Telli 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 bu telli durna, sanma ki arar uçmaz bir daha. Sancılmış kanadı öten buluda, döner gelir bir gün konar yurduna. Bu torpağın bu diyarım, bu diyarım. Ah, bu torpağın bu diyarım, bu diyarım. Bu torpağın bu diyarım, bu diyarım. Ah, bu torpağın bu diyarım, bu diyarım. Uşakları kızıl lale, gülüşleri gül şelale. Uşakları kızıl lale, gülüşleri gül şelale. Her bir evi bir ağ lale, bu torpağın bu diyarım, bu diyarım. Ah, bu torpağın bu diyarım, bu diyarım. Kışı yazı arpa çayı kan arazı, nəğməlidir kışı yazı arpa çayı kan arazı. Taleyini güneş yazı, bu torpağın bu diyarım, bu diyarım. Ah, bu torpağın bu diyarım, bu diyarım. Bu torpağın bu diyarım, bu diyarım. Ah, bu torpağın bu diyarım, bu diyarım. Ben gör sana ne göstereceğim. Gel. Buna bak. Birinci kanal. Şimdi məndə pul nə gəlir? Var. Şimdi deyirəm, yox. Hadi sen ben yokum da değilim ki. Pulun var. Şimdi deyirəm, yoxdur da. Pulun yok gelmirəm. Kanal değişeyim. Mağarım gəlmirsən. Jenny, axı mən səni belə bilməzdim. Cenk, sen hele beni yaxşı tanımamsan. Dilini başa düşen var mı? Değiş. Abi, bu niye dondu? Evi yok, neyse. Ethem Hanım, bugün çok güzel bir teknoloji. Biz bunu bütün Avrupa'ya tanıtmalıyız. Ha, həkim sahibi nə texnologiya zat. 2 dənə nökərdir. Hərəsinə bir dənə qızıl vermişəm. Hər gün orada mənim üçün təlxəli edirlər. Çok güzel, çok güzel. Neyse gelin gidelim, size Fransa'dan getirdiğim hediyeleri tekrar. Gedək, gəl. Sizin bu Qarabağ necə gözəl. Bəli. Eşi, 100 dəfə demişəm bu zibili söndürün də. Şampul yaz lafı.
Niyə ağlayasan ki? Şükür Allaha, atan sağ, anan sağ, yemək içməyin bol. Çox da gözəl adaqlın yanında. Daha niyə ağlayasan? Düz deyirsən də ana. Yeməyim bol, içməyim bol. Anam atam da yanımda. Nə gərək var ağlayır? Bəs niyə demirsən ki, adaqlın da yanında? Adaqlım kimdir? Adaqlın kimdir, nə də? Əmin oğlu Şahbaz kimin adaqlısıdır bə? Əqzəfər gedir. Atan 20 gündən sonra bir dənə toy eləsin, cəmi Qarabağ seyrə düşsün. Anam nə danışır? Şahbaz 10 gündən gedir. Atam kimə toy tədarükü görür? Hara gedir, kimə gedir, nəyə gedir ha? Qatarla Monsieur Jordan'a Parisə. Və nəyə gedir? Bilmirəm, cahil uşaqdır. Başını aldadır ki, Parisdə qızlar, gəlinlər, məclislərdə üz açıq deyər, gülər, oynayarlar. O da dəli divanə olub ki, mən gedəcəm Parisə qızları görməyə. Elə? Bəli, xanım. Get mənə Şahbazı çağır. Başda, xanım, bu dəqiqə gedirəm. Görüm nə məsələdir bu. Sən nəyə gəldin? Demədi Şahbaz çağır. Sən Şahbazsan. Şahbaz dünlə mən onun yeni Paris'e gedə bilərəm. Parisdə bastırın sizi, yer gedək. Çıxarsa. Sözüm də yadımdan çıxdı. Ana ikinci paragrafda küçünlər. Hə, özdə duray qız ayağa. Səndən böyük adam var. Mən bu Hətəmxan ağaya dedim ki, bunların toyunu tez elə. Yoxsa o Şahbaz kimi uşaqlar qaldıqca qoşanır quldurluğa. Gəlsin. Məni çağırırsan. Buyur. Şahbaz, eşidirəm frəngə, mirəngə, fişəngə gedirsən. Gedəndən olar ki, dostum. Gedərəm də qaydaram. Hələ üstəlik oradan firənc qızların başına dünya aylıqdan adaqlı şərəfli səydə sohbət gətirəm. Mənə bax, frək qızları başını ötən yaylıq mənə lazım deyil, başa düşdün? Aparən onların başını ötürüb buradan onların havasına yerlərə uçursan. Düz deyil. Lazım deyil o aylığından. Ged o popsilərin başına. Elə onlara. Belə də ki, bala, sənin atan yerinə böyüyün yoxdur mu? Var. Elə əmimlənlər üst xətimi Monsieur Jordan'ın necə olacaq? Hə, o icazə verməsə hara gedirəm? Çox yaxşı bala. Sən azıbsan. Mən niyə aldım? Sən yolunu tamam azıbsan. Belə də ki, sənin 20 gündən sonra toyun deyilmi? Hara getsin sən? Nə 20 gün? Nə toy? Mən elə uşağam, Bu tezliyinə mən evlənən deyiləm. Gərək güc olar. Əlbəttə güc olar. Əlbəttə güc olar. Mən deyirəm də sənin kimi cahil uşaqlar qaldıqca oğurluğa quşanır. Əmi dostum, adam aclığından, kasıblığından, nə bilim, heç nə tapanmayanda gedir qurşanır oğurluğa, quldurluğa. Mənim üçün nəyilmək istəyirdi, şükür Allaha. Və hansı oğrular yollar kəsirlər, hə? Çıx get abala. Sən yolunu tamam azıbsan. Çıx get. Mən bu dəqiqə Hatamxan ağanı çağıraram, görüm ki, o Monsieur Jordan kimdir ki, onun qardaş oğlunu aparır. Bu dəqiqə çağıraram. Eyb yox. Ay qız, başqa nə deyim? Başqa da onu dedi ki, Parisdə qızlar, gəlinlər elə üzü açıq oğlanların yanında otururlar. Az bu elə əvvəlki sözdür. Başqa nə deyim? Başqa da çox söz dedi, heç bir yadımda qalmadı. Elə bircə bunu xatırlayıram. Get mənə Hatamxan ağanı çağır bura. Get. Ata. Mən gərək bu Monsieur Jordan'ı aşdan, plovdan, düyüdən Səfə müəllim, mən aş demişdim. Yəqin demişəm çünki başqa yemək pişirəmirəm, nəysə. Hə, pişirim, doydurum ki, gedib öz el obasında deməsin ki, Qarabağ cəmaatının arvadları mərifətsiz olurlar. Nə oldu vay arvad? Məni nəyə çağırırsan? Sənin xəbərin var xəbərdən. Nə xəbəri? Nə baş verir? Nə baş verir? Otur, mən səni indi bu dəqiqə başa salım. Otur. Deməli, sənin xəbərin varmı ki, o yedirdi bir çırtdıyım o Monsieur Jordan var, ha? Sənin qardaşın
Maşın oğlumun başını tovşuyub aparır frəngə. Necə? Bizim həkim sahib Şahbazı Parijə aparır. Hə, Onu kim deyir? mən demirəm. Şahbazın özü deyib şərəfizəyə. Ay arvad, ay arvad, ay arvad. Az. Şahbaz bilir ki, sənin qızın ürəyi kövrəkdir. Ona görə ondan məzələnib. Sizin də 2 pulluq ağlınız var, 2 pulluq. Sıraz ona inanırsınız. Ayşe, boş verin bunu, boş şeydir bu. Siz də elə hər şeyi boş eləyirsiniz. Mən də deyirəm ki, gətir qoy qabağına, bir böyüksən, otur danış, bəlkə nəyinəsə başını yovşuyub aparır. Mən bilmirəm, bu evin kişisənsən, yoxsa sənsən. Saçdın ha deyəsən. Biraz. Get mən onlarla danışacağım, get sən. Və gözləyirəm ha. Get dəlidim. Mən gərək bu həkim sahiblə danışım ki, bizim Şahbazı aparmasın. Yoxsa arvad məni vallahi öldürər. Fransız o kadar güzel, o kadar muhteşem. İnsan burada özünü tapır. İnsan burada kullanır. Kullanacaksan hiç oldum olmuş. Həkim sahibi, Deli Hətem Xanada. eşitmişəm bizim bu Şahbazı Parijə aparırsan. Nə söhbətdir? Deli Hətem Xanada. Ben bu sözü size diyecektim çünkü iyidir Şahbaz həkimi, ağıllı, savlatlı bir oğlan. Fren dilini bilmiyor. Onun fren diline çok şövki var. İndi onsuz da məndən oturup durmaqdan bir şiş əlini füzə eləyibdir. Uy. Əmi, icazə versən, Müsüz oradan gedərəm. Sonra da qayıdıb gələrəm ölkəmə. Nə üçün oğul? Sən nə üçün Parijə getmək istəyirsən axı? Çünki mən burada dil öyrənəcəm. Elmi öyrənəcəm əmi. Oğul, Paris dili sənin nəyivə gərəkdir? Sənə lazım olan ərəb, fars, türk dilləridir ki, Allaha çox şükür. Onları da Azərbaycanımızın mədrəsələrində oxuyub öyrənirsən. Əmi, yadınıza düşürsə, bildir ki, məni arx çıxartmaq üçün izin almağa göndərmişdiniz Tiflisə. Ora gedəndə Süleyman bəyin oğlu Hətəməli bəy. Hər məclisdə məndən hörmətli idi. Nəyə görə ki, o insan bir dənə fransız dilini bilir? Baxmayaraq ki, o türk və fransız dillərindən başqa dil bilməz əmi. Oğul, bir dil artıq bilməklə ağıl artmaz. İnsan gərək bütün zəmanə əhlinin adət və xətvasından xəbərdar olur. Qalın hamısı boş şeydir. Əmi, elə mən ona görə getmək istəyirəm ki, zəmanə əhlinin biri də Paris xalqıdır. Mən də istəyirəm gedim onların adət və xətvası ilə tanış olum. Ora getmədən də tanış ola bilərsən də. Necə əmi? Necə ki, oğul, mən özüm Qarabağ xanlığından bir addım çölə çıxmamışam, amma bütün zəmanə əhlinin adət və xətvasından xəbərdaram. Necə ki, cənab Müsyo Jordanla da bir-iki söhbət eləmişəm, onların da adət və xətvasından xəbərdaram. Başa salınmıram əmi. Mən sənə başa salaram oğul. Belədir ki, bizdə qadınlar uzun libas geyər, onlar da qısa. Bizdə qadınlar məclisdə başörtülü oturar, onlar da başaçıq. Arvad gəlmir ki, hə? Ay, bizdə çox arvad almaq adətdir, onlar da çox arı almaq. Bu axırıncı dediyini başıma açmır əmi. Başa düşmürəm. Ay dədəm nənəm, ay oğul. Belədir ki, bizdə bir kişiyə bir arvad bəs eləmir. Onlarda da bir arvada bir kişi bəs eləmir. Həftəm Xanağa, mən çox təəccüb edirəm ki, sizin kimi qəvay məntiqiyyətdən mütəlli, əqıllı, savadlı bir kişi belə düşünür. Əgər ki, mən siz vəd etdiyiniz qaydaya bir bəhs verə bilmirəm, o halda mən də bir kəlam eləmək istərəm. Əgər sizin rüsxətiniz olsa... Heç vermək istəmirəm, amma buyur həkim sahib, buyur. Verirsin. Hətem xanım, mənim məqsədim ondan ibarətdir ki, Şahbaz bəy özümlə Parijə, Fransaya aparıb ona fren dilini təqdim edin. Və onun qarşılığında sizin burada mənə göstərdiyiniz bu yaxşılıqlar nəticəsində aş yemək, onu kralımıza təqdim edin. Və onun qarşılığında bəxşəyiş alıb onu bura göndərin. Hətem xanım, bilirsiniz necə? Gəlin sizə belə başa salın.
Ethem xanımda siz bu otları görürsünüz. Eğer mən Qarabağa gəlməsəydim, Fransa xalqı hardan biləcəkdi ki, bu otlardan Qarabağın yaylaqlarında minlərlə mövcuddur. Amma mən bugün bura gəlməklə onlara sübut edəcəm ki, bu otlardan Qarabağın yaylaqlarında mövcuddur. Məsələn, bu ot. Bu otun adı Agatus. Mən bu otu bir neçə ildir ki, axtarıram. Ayıb dağlarında axtardım, tapa bilmədim. Amma cəmi bir neçə günə Qarabağda tapdım. Bu otun adı isə bir şahamızdır ki, bu ot qarın ağrısına bıyın, məni ot. Neysə, Ethem xanlara. Ancaq elə otdan danışır. Məsələn, bu ot. Bu otun adı Agatus. Morodur. Bu ot 1001 dərdin dərmanıdır. Mən bu otu düz 30 ildir axtarıram. Bütün ömrüm buna getdi. İnanabilirsiniz. Hər neysə, gəlib onu bir neçə həftəyə Qarabağın yaylaqlarında tapdım. Bu ot 1001 dərdin dərmanıdır. Bu otu bütün xəstələr yesi verilir. Və mən bugün Qarabağa gəlməklə onu sübut edəcəm ki, mən bu otu tapdım. Getdi mənim 30 illik əziyyətim, getdi mənim əziyyətlər. Apar bazarda satarsın. Məsələn bu ot. Bu otu ölü yesə dirirlər, sən səni, sən mənim əziyyətlərini, sən alçaqsan. Deyəsən, buna sən gedəsi olmadıq. Siz mənim belim qırtırsın. Həkim sahib, bu... Həkim sahib, bu otlar nədir? Agatus kimdir? Səbicətəpətus kimdir? Bir şey də almaz. O kimdir? Yoxsa bizim bu şahmazla aparıb bu cür otlarla başını anlatmaq istəyirsiniz? Yox. Bizim məqsədimiz sadəcə firəng dilini öyrənməkdir. Ethem xanıma, gəlin sizə mən belə başa salım. Təxminən bir ay əvvəl Qarabağa körlən at üstündə bir şəxs gəlmişdi. Onun adı... Mami! Cemil olabilir mi Cemil? Yox, onun adı unuttum mən adı onun. Rüfət! Yox, deyil, onun adı... Nədir lan? Kadelik ustası! Əgər o Qarabağa gəlməsəydi, bu qədər var dövləti hardan qazana bilərdi? Yəni, həkim sahib, deyirsiniz bizim Şahbaz da Parizə getsə, Pullanacaq, şahlanacaq, varlanacaq. Arvad çalır. Həkim sahib, dinən görüm yaxşı, bizim bu Şahbaz nə qədər müddətə gedib qaydar? Şahbaz bəy, bir il çəkər ya çəkməz gedib qaydar. Çünki onun məqsədi sadəcə firəng dilini nədir edən. Nə deyirəm? Atalha! Ay Arvad, sən Allah kimi. Bırak! Az işləyəcəklər, sən Allah kimi. Bırak! Mən istəmirəm. Onun nə Parizə getməyini, bırak! Nə mərifət sahibi olmağını, nə də çok silah aparmağını. Ay Arvad, sən Allah yer get içəri. Bırak, sözüm var elə dayan. Şahbaz! Sən ol, mən də mən. Səni qoymaram getməyə. Az Arvad, sən daha yedir. Hələ ofisinə bax, köpək oğlu! Az, gez o tərəfə. Köpək oğlu ilə. Yaxşı sözdür, Müsyo Jordan. Çox yaxşı sözdür köpək oğlu. Mən bütün Fransaya öyrədərəm köpək oğlu. Ethem xanım, siz də köpək oğlusunuz? Yox, mən hələ o səviyyəyə çatmamışam. Köpək oğlu. Biz o qədər yaxşı deyildik elə. Ən yaxşı sənsən. Məqsəd. Gedək. Siz gedin gəlirlər. Sey sözlər öyrədirlər. Bizi də belə tanıyacaqlar. Salam izləyicilər, hər vaxtınız xeyir olsun. Vəhşət! Salam verilişinə hər biriniz xoş gəldiniz. Bugünkü qonağımız Gülcamal müəllimimiz. Gülcamal müəllim, izləyicimizin biri yazır ki,
Qaçanda təngi nəfəs oluram. Ona məsləhətimiz nə olar? Qaçmasın, biz ne yiyək? Bilir. Bu sualın proqramımıza nə dəxlisi var bilmirəm amma biri də soruşur ki, Paris cəmaatının Şamaxı zəlzələsinə təsiri varmı? Bəli, bəli, təbii ki də təsiri var. Bilək ki, Paris xalqı yeni Şamaxı zəlzələsi olur. Bilir. Bəli, mən hər şeyi şunasam. Onda deyin görüm, sabah hava necə olacaq? Onu siz deyərsiniz. Çevir kanalı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun verdiyi məlumata əsasən, Dağlıq Qarabağ ərazisində gecə məhsulları 0, gündüz isə 3-5 dərəcə isti olacağı gözlənilir. Əşki, siz buna inanmayın. Ye onu, göy onu. İstəyər yandırar, istəyər yandırmaz. Şərəflisə, heç bilirsən bugün əmin dostum mənim başıma nə olacaq? Gəldi, Müslü Jordanın yanında üstümə elə qışqır qılaba söylədi ki, az qaldı özümü düşsün. Şübhəsiz, heç özünün etdiyindən xəbərin yoxdur, əmi dostunun çığırmağı gözünə görünür. Mən nə eləmişəm ay başına deyim. Bəs o şəkilləri mənə kim gətirdi Şahbaz? Sən gəlib demədinmi ki, bax, Parisdə nə gözəl qızlar, gəlinlər var. Mən hələ utandığımdan o şəkilləri əmi dostuna göstərməmişəm. Şərəflisə, burada utanacaq nə var ki? O şəkilləri də mənə Müslü Jordanın özü verdi ki, apar göstər adaqlığı. Əşki, Şahbazın başını bırak da, söndür da nə bildi? Hə, o şəkilləri də mənə Müslü Jordanın özü verdi ki, apar göstər adaqlığına, göstər ki, bəs Parisdə qızlar hər fəsil fərqli paltar geyinər. Mən də götürdüm ki, sənə göstərim. Bundan gələsi nə var ki? Bundan gələsi o var ki, sən o qızların havasına yerlənib uçursan. İstəyirsən məni qoyub gedəsən onların yanına. Şərəflisən, mən bilməzdim sən məndən belə bədcüman olmuşsan. Ay başladım. Mənim ki sən tək yarım var. Gözümə görünməz behiş nuriləri. Yaxşı. Mənim axı nəyimə lazımdır qızlar? Sənsiz heç bir günüm olmasın, Yaxşı. Sənsiz bir günüm olmasın deyən oğlan məni burada qoyub Parisə getmir. Sən ki məni heç sevmirsən. Şərəflisən, gedirəm Parisə, biraz elm sahibi olub geri qaydacaq. Ondan sonra oturalım bu ayağının dibində. Lap elm sahibi olmaq istəyirsən, get Tiflisə. Orada sən kimi ağıllı, kanallı oğlana iş yoxdur bəyəm. Sonra qayıt gəl, burada işini tut. Parisə bizdə nə gedən var, nə gələn var. Şərəflisən, məgər Tiflisə getmək asandır? Tiflisdə də mənim bir tanışım yox, bir şey yox. Allaha şükür Müslü Jordan sağ olsun. Məni aparır Parisə, elə başımın üstündə də duracaq. Hər cür köməkliyi də eləyəcək. Elə istəyirəm gedim onunla, lap istəsən qaydanda Tiflisdə işləyərəm. Bunların hamısı fənli feldir. Hamısı, bax məni aldatmaq üçün bəhanədir, başa düşdün? Mənə bax, sən heç vaxt Parisə gedə bilməzsən. Nə vaxt getsənəyim? Şərəflisən, ay qız. Mən neyniyim görəm bu Şahbaz getməsin ona. Əgər əlimi caduya atsam... Yox. Bunu bilsə bir dənə xampəri bilər. Kim olur? Xampəri! Bəli, xanım. Az bura gəl. Gözünü... Neynirsən az orada? Üstündə oradan gedir, aşqablarını yuyuram. Az onun başına bura gəl. Yaxşı, gözünü. Bəli, xanım. Mən sən bilsən nəyə çalışmışam? Yox, nəyə? İndi belə bir məsələ var. Bu Müslü Jordan var ha, köpək oğlu. Daş dəsin, təpəsin. O çıxır cəhənnəm olub gedir öz elə basına. Ay Allah, çox şükür. Amma bir dənə əmma var. Bizim Şahbazla almaq istəyir. Bır, onun toy deyil mi 20 gün sonra? Başı bassın. Nəysə, mən də səni çağırmışam ki, nəsə əlac elə. Eləmək olarmı nəsə? Eləmək olar, amma gərək siz nə bu məsələni Hətamxan ağaya danışaydınız, nə də Şahbaz bəyə deyəydiniz. Düz deyirsən. Bir iş elədim. Nəysə, mənə indi
bir şey elə görüm onun. Elə də nəsə elə görür. Bunu nə ilə aparmaya bilərik ora? Ay xanım, bəlkə eşitmişsiniz. Ağcabədi kəndində bir dərviş məsələ şah var. O hər dərdinə lazım bilir. Hətta məni belə əlimdən boşur. Giraq olsun. O Məstər Şahın adını mən də eşitmişəm. Amma ki, sən onun bir-iki dənə şeyindən de görüm. Nədir, xəbərdar olun. Xanım, göydə ulduzların sayı var, amma onun əməllərinin sayı yoxdur. Hə. Qəmbər kişinin arvadını ondan ayırıb oynaşa vermədi mi? Sonra? Kərbəlayı Cavad qızını vermirdi etçi sevgilisinə. Hə. Kişini bilmirəm, bir gecə içində necə öldürdüsə, axırda öldürdü. Hədə öldür də. Ancaq silah. Hə. Belədir. Get, nə o qədər də xoşuma gəlmədi. Amma bir dənə eləyək də, sınayaq görəklə. Getməli çağır görüm olur. Boş da tam bilirəm. Amma siz alma. Bu söhbətin nə Şamxana bəydi, nə də Şahbaz bəy. Bilsələr, məni də öldürərlər. Dərviş məsələ Şahda. Hə, yaxşı. Get gözləyirəm, 5 dəqiqə vaxtım var. Nə xəbər gətir? Ay Allah, mən indi onu hardan tapacam? Ay Allah, ay Allah. Hədə Ələs gəl! Ələs gəl! Biz deyəsən yol ayrıcılığına səhv girmişik. Orada 2 dənə yol var idi. Biri sola gedirdi, biri sağa. Ha. Biz deyəsən sol tərəfə getdik. Qulam Əli, bəs mən sana evdən çıxanda demədim ki, navigator qoş. O mən dedim yəqin lazım olmaz da. O da düş qabağıma, düş. O da sən yer olmuşsan, düş qabağıma. Ay qız, Xanpəri, Gəl xanım. nə oldu gəlmədi bu? Bu saat gələr, heç narahat olmayın. Demədim 5 dəqiqə var. Yoldadır valla. Gözləyək də. Gözləyək. Salam aleyküm. Oy, aleyküm salam. Hoş geldin baba dərviş. Xoş Gəlmişsən. Xanım, mənə nisbət nə qulluğunuz var? Hər nədirsə, canir, coşidə etməyə müzayiqəm yoxdur. İndi sənə yüngül bir işim düşür. Deməli, bizdə bir Monsieur Jordan var. Köpək oğludur. Əslindən. O gedir öz el obasına Parişə. Burada problem yoxdur. Amma digər ki, Hatamxan ağanın qardaşı oğlunu özündən aparmaq istəyir. Aydındır. Xanım, başa düşdüyüm qədərilə bu iş nə cüzi, nə də asan işlər. Mən indi gərək cadu edim. Cadumun əsəri də gərək ya Parişi, ya da Monsieur Jordan'ın başında partlasın. Necə yəni baba dərviş? Ya Pariş, ya Monsieur Jordan. Xanım, Şahbaz bəy cavandır.
İşte mən divlərimə, cinlərimə, şeytanlarıma, əcinnələrimə əmr eləsəm ki, ona müsəllət olsun. Bu vaxt Şahbaz bəy azarlıya sağalmaz yara tutar. Yox. İşte mən onu da eləməsəm. Tapşırsam qabaq sırada oturan müəllimlərimə, dekanlarıma, onda onu kəsərlər. O da laf tez olar. Yox, baba dərviş. Sən məni başa düşmədin. Mən Şahbazın heç nə olmağını istəmirəm. Sadəcə istəyirəm ki, yanımda dursun. Bax beləcənə. Onun üçün də gərək ya divlərimə, cinlərimə, ifritələrimə, şeytanlara, əcinnələrimə əmr edim ki, Paris şəhərini yerlə yeksan eləsinlər. Ya da ki, Monsieur Jordan Arazın otayına keçən kimi boynunu vursun. İkisini də edib baba dərviş. Az yazıq deyil, yazıq Parislilər. Neyini onlar bizə? Yazıq deyirlər. Onlar kişilərlə bir masada otururlar. Bunlar heç ürəyi yox imiş. Onda gəl, Monsieur Jordan'ı seçək. Ana, yox mən icazə vermərəm Monsieur Jordan'ın boynu vurulsun. Axı o mənə öz qızı kimi istəyirdi. Hər gün dəstələrlə gül bağlayıb Şahbazla mənə göndərərdi ki, bax, Qarabağ yaylaqlarında nə gözəl güllər, çiçəklər var. Qoy Paris dağılsın, qız gəlində yansın. Şərəfli sənin də sözündə can var. Bilmədim, yansın seçim. Seçimi mənə bıraxmayın da, gəlin kömək edin. Paris xalqını seçən onda, xanım. Gəl Parisi seçək. Yaxşı. Xanım, amma biləsiniz ki, bu iş heç asan deyil. Bunun üçün gərək mən civlərimə, dinlərimə, ifritələrimə, şeytanlarıma, əcinnələrimə yaxşıca bir hörmət edeyim. Nə qədərdən? Çox yox, 100 bacaqlı. Çox yox. Sən çox istəsəydin nə qədər olardı? 200. Nəysə, gəl şərəflinsə, gəl. Toyunun bütün pulu getdi. Get, gətir. Xanbəri xala, nəysə, vaxt itirməyək. Get soldan mənim köməkçim Qulam əlini çalır. Boşdur baba dərviş, gedirəm. Get. Xanım, deyin görüm, Atam xan ağa, Şahbaz bəy hardadılar? Onlar yatırlar, narahat olma. Bu işdən onların xəbəri olmasın ha. Eləyərəm, özümü yandıraram. Bacaraqsan. Hanım, mən deyiləm ki, keçəni. İstəyirdim keçəm Ağrı dağın ətəyinə, Türkiyəyə. Orada mənə Zəngəzur mahalındakı insanlar icazə vermədilər keçin. Dedilər ki, burada cadügərlərə yer yoxdur. Dedilər ki, sənin vizan yoxdur. Mən deyiləmmi ki, Ağrı dağı əmr elədim, dedim, qop. Ağrı dağı qopdu, töşdü üstünə. Oradakı Ermənilər də dağıldı, dağım oldu. Xanım, mən deyiləmmi ki, bığlarım düşəndə bunu tez bazar götürəm. Xanım, mən deyiləmmi ki, keçən il istirahət üçün Qəbələyə gedəndə, yolda tıxacda qaldım deyə, Kürdəmirə 4 yol çəkdirəm. Xanım, Araza desəm axmazmı? Burova desəm qop. Ay qızay, zamanlı. Burova desəm qop. Qopmazmı? Qopar. Nəysə xanım, buranları gəlsin, başlayaq. Bu da nəyə başdı? Salam aleyküm. Aleyküm salam, buranları. Keç aç xurcunu, Paris şəhərinin bir şəkilini çəkək. Sonra Paris şəhərini yerlə yəksan eləyək. Hay ki bakın baba, nə səbəbi? Qulam Ali, elə eləmək istəyirəm ki, bu xanım istəyir Paris şəhəri yerlə yəksan olsun. Nə səbəbi? Qadınların işindən baş açmaq olmur, Qulam Ali, qul. Baba yaxşı, bir göz qırpında partladıcı Parisi. Adə, Qulam Ali, məgər sən bilmirsən ki, Avropada vəziyyət nədir? Çox gözləyəcəyə deyəsən. Xanım üçün mən düz 10 gün möhlət istəmişəm. Məgər Avropada 10 gün ərzində Fransanın başına bir iş gəlməyəcəkmi? Gələr baba. Vaxtımı alma, Qulam Ali, başla. Başla baba. Eyləm ay cəmaat! Kaş o rəhmətli Mirzə Fətəli Axundov
Mənim bu köməkçim Qulam Əlini normal adam yazardı. Biz də senaryoda 5 dəqiqə qabağa düşərdik. Başlayaq. Buyur Qulam Əli, saxla. Saxla. Xanım dediniz, xarici partladırıq. Hə, acı patladı. Şəkil çək. Göstər. Baxın, bu Paris şəhəri. Aha. İndi bir göz qırpımından mən bir cavab eləyərəm ki, Paris şəhəri onlar yerinə yeksan. Gözləyirəm, görək. Buyur Qulam Əli. Başlayaq. Xanım, siz yaxın gəlsəz olur. Şərəflisə qızım, sən cavansan, məndən uzaq. Mən yaxın gəlir. Siz yaxın gəlsəz olar, divlər cinlər sizə heç eləyənməz, gəlin. Dağda dağa fətəndir, Vətəndir, tümmür cuma kəramdır, kərəmdir, cəvhər cuma cumuqa, cumuhu, deyəndir, yendir, deyəndir, yendir. deyəndir. Hazırdır xanım. Şübdü. Paris şəhərini eylədim yerinə yeksan. Mən indi nə bilim ki, o yerlə yeksan oldu. Siz biraz səbr eləyin. 10 gün ərzində sizə bunun müjdəsi gəlib çatar. Yox, mən tezlənəndə mən nə bilim. Qulam Əli, dur get. Xanım, 10 gün ərzində müjdəsi çatar. Hə, mən yüz bacaqlım getdi ortada. Hə, mən nə bilim. 10 gün sonra. Neden kanaka? Şahbaz Bey! Montiyo! Paris Montiyo! Neden kanaka Şahbaz Bey? Açın kapını! Montiyo! Paris dağıldı! Hadi Şahbaz Bey! Hə, onlar yatırlar. Onlar gerek saat oyansınlar. Ben burada olabilmem. Beni yola salın gidin. Üzümə tüpürmə. Nə olur? Montiyo! Tülyenin ağındayım. Fransa bedbaht oldu. Fransa, Paris. Bir de görüm, nə olur? Şeyatinler, iblisler. Paris'i alındılar. Məyər ki, bilirsən, Paris dağılır. Hiç benim alnım ki bu nece iştir. Bu nece sehirdir. Sehir? Sehir Montiyo. Məyər sehirlə Paris dağılır. Dağılır. Tül yeri bir an oldu. Darmadağın tarihman. Əla. Ne oldu peşin sahibi? Tam kanaka ben Ne oldu? burada olabilmem. Beni yola salın. Ne oldu valla? Benim mektup gelip ki Fransa dağılayım. Bedbaht olayım. Ay yaxşı da yaxşı. Özünə la. Beni yola salın. Yaxşı, gedək. Çantan qaldı. Fransa dağılayım. Alış bedbaht oldu. Şahbaz aparmırsan. Ben hiç özüm gidip çıkabilirim ki Şahbaz'ı da aparayım. Ay altı yeləkliyin orada, getdik. Mən elə lazımıydı. Salam izləyicilər, son dəqiqə xəbərləri ilə efirdəyik. Bizə gələn məlumatlara görə Paris şəhəri dağılmağa məruz qalmışdır. Obşim, ne baş uzağırdın, Paris olup darmadağın.
Dostlar, bununla da tamaşamız yekunlaşır. Son olaraq sözü Kommunikasiya şöbəsinin müdürü Səfa müəllimə verirəm. Buyurun Səfa müəllim. Aytaç, təşəkkürlər. Necə idi? Bəyəndiniz? Əla. Əsmər xanım, bir dənə yuxarıdan ekranı dəyişəyə zəhmət olmasa. Dostlar, hörmətli qonaqlar, əziz Rafael müəllim, əzizimiz Coşqun müəllim, əvvəla xoş gəlmişsiniz bizim gözəl təhsil ocağımıza. Bizi inanılmaz dərəcədə sevindirdiniz. Yəni, uşaqlarımız bir ay var, hətta nə bir ay, biz dekabrdan bəri hazırlaşırıq. 3 ay var ki, sərasər bunun üstündə hazırlaşırlar və uşaqlar dedilər ki, biz mütləq bizim sənətkarlarımızdan hansınıza dəvət eləmək istəyirik və biz sizə sırağa gün məlumat verəndə böyük məmnuniyyətlə qəbul elədiniz və bizi çox sevindirdiniz. Təşəkkür edirəm sizə. Və əziz tamaşaçılar, indi bizim hələ ki tədbirimiz qısa olaraq davam edir, birazdan təltiflərimiz də olacaq qısaca. Amma siz bu arada bu gördüyünüz QR kodu skan eləyin. Orada cəmi 3 sualımız var. Bu 3 sualdan biz gəlin görək ki, tamaşamızı bəyəndinizmi, kimin rolunu bəyəndiniz, bundan sonra hansı tamaşaları səhnələşdirmək istəyirsiniz, onları bilmək istəyirdik. Biz belə bir yoxlama eləmək istəyirik. Və mən Rafael müəllim, Coşqun müəllim, istəyərdim sizdən hər ikinizi və yaxud gəlin ikinizi də səhnəyə dəvət edirəm. Gəlin, buyurun. Gəlin. Çox sağ olun, ilk növbədə dəvətə görə təşəkkür edirik. Maşallah, doğrudan da gənclər bizim gələcəyimizdir. İlk növbədə bu səhnədə çıxış eləyən uşaqlara öz təşəkkürümü bildirirəm. Onlar nəinki bizi, hətta sizi təbrik elədilər bu gözəl bayram münasibəti ilə. Bir əsr yarım tarixi olan teatrımız hələ də fəaliyyətdədir. Bundan sonra da fəaliyyətdə olacaq. Bilirsiniz ki, səhnə teatr güzgü deməkdir, hər kəs özünü görür səhnədə və nə yazıq ki, əksəriyyəti nəticə çıxartmır. Biz aktyorların da işi səhnədən mesaj ötürməkdir. Bunu nə qədər nail oluruqsa, bunu tamaşaçılar bildirirlər və bu ünvanla biz səhnədə öz fəaliyyətimizi davam edirik. Komediya sənəti, yumor sənəti, satira ümumiyyətlə bütün negativ halları aradan götürmək deməkdir. Bugün böyük bir bayramdır və Texniki Universitet olaraq yəni peşəniz sizin texnika ilə əlaqəlidir. Amma bizim teatr sənətimizi, bizim mədəniyyətimizi, bizim aktyorların oyunlarına müraciət eləməyiniz təqdirə layiqdir. Hər bir dövlət, hər bir millət öz mədəniyyəti ilə, incəsənəti ilə tanınır. Ona görə də Avropaya çıxışımız da yalnız Azərbaycanlı olduğumuzu bildirməlidir. Bunun üçün də biz öz adət ənənəmizi, klassikamızı, tariximizi, mədəniyyətimizi qoruyub saxlamalıyıq. Bunun üçün də sizə dəstək olan hər kəsə öz təşəkkürümü bildirirəm. Çox sağ olun, minnətdarıq. Yəni, zövq aldıq. Düzdür, aktyor deyirlər, amma əllərindən gələnləri elədilər. Ən azından 1 saat biz zövq aldıq. Təşəkkür edirəm, çox sağ olun. Sizi səhnədə biraz gözlədək. Rafael müəllim, siz də gəlin zəhmət olmasa. Bizim uşaqlara təşəkkürnamələrimiz var. İstəyərdik ki, elə siz onları təqdim eləyəsiniz. Uşaqlar, gəlin də səhnəyə, gəlin, gözləməyin. Gəlin, buyurun. Gəlin.
Əlican, Əlican. Təşəkkür edirik. Minnətdarıq bir də gəldiyiniz üçün. Siz də əziz tamaşaçılar, əziz tələbələr, müəllimlər, hər biriniz bizi tək buraxmadığınız üçün təşəkkür edirik və növbəti tamaşalarda hər birinizi gözləyirik yenidən. Çox sağ olun.